Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bu günləri Binə qəsəbəsində 2-ci məxməri deyilən ərazidə sizlərə nağd qiymətə satışa çıxan, qiyməti də 56 minə olan gözəl bir 3 otaqlı həyət evimizin çəkilişinə gəlmişik. Evimizin həyətinə rahat bir formada 3 dənə maşın daxil olunur. Evimizin sağ və arxa tərəfində də boş bir məsafəsi var. Değerli dostlar, evimiz qoşadaşdır, yerdən hündür kürsülüdür. Sənədləri qaydasındadır. Qaz kommunalı, ışıq kommunalı, su və s. kimi hər bir şey tam hazır vəziyyətdə ev alıcısına təhvil verilir. Ev koridor sistemlidir. Ev paketdandır. Çornokatı var, podval hündürdür. Daxil oluram Allah'ın izni ilə evimizin iç hissəsinə. Değerli dostlar və değerli izləyicilər. Bura evimizin geniş, səliqəli, gördüğünüz kimi tam təmir, gizli işıqlarına qədər mevcud olan şirin belə bir koridoru var. Evimizin ilk istəyirəm xanımlarımızı həmişə kimi nəzərə alaraq mətbəxindən başlayam. Bəli, dəyərli dostlar, yəqin ki, mətbəx bu hissədir. Bəli, doğru gəldim. Evimizin mətbəx hissəsidir. Çox geniş və iri bir mətbəxi var. Dostlar, qiyməti 56 minə özdə real alıcıya yerində indirim olunacaq. Məncə bu bir əla fürsətdir. Heç qaçırtmağa da dəyməz. Evimizin qəşəng, iri bir üz ağardan qonaq otağı var. Çox mükəmməl dərəcədə istədiyiniz qonaqları burada ad günü olsun, toy olsun, nişan olsun, xeyir işi olsun, övlad olsun, burada qəşəng yola sala biləcəyiniz qonaq otağımız var. Və evimizin yataq otağına daxil olduqda bizi geniş və iri bir yataq otağı qarşılayır ki, istənilən mebel avadanlıqlarını, termo və güzgüz bura yığa bilərsiniz. Daxil oluram evimizin, əlbəttə ki, körpələrimizi unutmayaraq uşaq otağına. Çox səliqəli və geniş 2 və 3 uşaq rahat bir şəkildə yatıb qalxa biləcəyi belə bir uşaq otağı da mövcuddur. Evimizin gördüğünüz kimi sanitar qovşağıdır. Qəşəng yığılıb, hər bir şey hazır. Real bir formada satılır. Qiymət 56 min. Real alıcıya indirim var. Aysun xanımın nömrəsi 055 570 96 40. Mənim əlaqə nömrəm 051 558 08 28. Buyurun, zəng edin. Allah hər kəsin xeyrini versin, toy nəsib eləsin, nişan nəsib eləsin, övlad nəsib eləsin. İnşallah xeyirlisini Allah nəsib eləsin. Amin Rəbbil aləmin.